Herkese salam. Necəsiz? Ümid edirəm ki, çox gözəlsiz. Polşada bugün 24 dekabrdır. Yəni 24-dən 26 dekabr burada 3 gün tətildir, rəsmi tətildir. İsa Peyğəmbərin ad gününü qeyd edirlər. Yəni Jesus birthday, Christmas, Merry Christmas bildiyiniz üzrə. Keçən il mən bura gələndə bu təcrübəni yaşamışdım. Amma keçən ildən bu ilin arasında həqiqətən çox şey var. Keçən heç nə bilmirdim, nə ol. Heç məsələn 24-cü günü mən bilmirdim ki, burada rəsmi tətil imiş və hər yer bağlıymış. Təsəvvür edin, çölə çıxırdım, heç kim yoxdur, mağazalara gedirdim, hər yer bağlıdır və s. Bu il məlumatım var, çünki həm də bu il işləyirəm deyə, şükürlər olsun. İşdən də bizə tətil verdikləri üçün və s. Yəni məlumatım var. Anyways, bugün nə olur? Bugün bu 3 günlük tətili birlikdə qeyd eləyəcəyim gözəl dostum, rəfiqəm Fidan bura gəlir Çexiyadan. Dünəndən bəri evi yığışdırırdım, otağımız adı falan belə səliqəyə saldım, tərtəmiz elədim. Yemək bişirdim. Yeməyimizdəki 3 bacı dolması və yanında da salatlar eləmişəm. İstəyirəm elə bu bir neçə gündən də vlog tipli bir şey çəkim. Düzdür, birinci çəkdiyim videonu hələ editləyib paylaşmalıyam. Amma artıq tez-tez kanalıma vloglar yükləyəcəm. Hazırlaşdım, çıxıram. Burada evimizin bir səsini göstərmişəm sizə. Belə bir pləkənimiz var. Fit-çəkə vaxtımız yoxdur arkadaşlar. 3 dəqiqəyə qatar avtobus gəlir və bugün tətil günü olduğu üçün avtobuslar 1 saatdan bir işləyir. Avtobusun gəlməyinə 3 dəqiqə var imiş, ona görə tez bu bankomatlardan biletimi alacağım. Əslində mən həmişə proqramdan alıram. Elə çox rahatdır, amma indi proqramımda pul qalmayıb, onu pul işləməyə də xotum yoxdur, tez alım. Sizə də göstərim. Artıq belə bir partnerimiz var əslində. Buradan bilet alırıq, buradan dili dəyişə bilərsiniz. Bir dənə bilet alacağım. İndirimlidən alacağım. Ala bilmədim bileti. Telefondan alacağım çünki avtobus gəlir. Şoförlər sırasını dəyişmiş. İlk dəfə gördüm. Yəqin artıq vaxt etdi, yerə gedir bayrama. Avtobusdan düşdüm, o bir avtobusa minəcəm, 110-a minəcəm və 110 nömrəli orada gördünüz Port Lotnici. Nəysə, oxuya bilmirəm. Bizim havalimanının adıdır. Havalimanına gedirəm ki, rəfiqəmi qarşılayım. 10 dəqiqə var onun gəlməyinə, ona görə burada biraz videolara falan baxıb vaxt geçirəcəm. Gəldim. Airportumuza uzun zamandır gəlmirəm, inanırsınız. Çünki gedəcəyim yerlərə vizam olmadığı üçün qatarla gedirəm ancaq. Üstümüzdə məsələn SKM keçir, dediyim kimi. SKM burada saxlayır və siz qabaqdan indi göstərəcəm, oradan keçib airportun içinə girə bilirsiniz. Bu yolu deyirəm. SKM-dən düşüb belə gedirsiniz, baxın orada insanlar gedir və airportun içinə girirsiniz. Airportumuz da belə. O şey var idi, deyir, keyfim pozulanda arada gəlib airportda çay, kofe içirəm, keyfim yerine gəlir. Mənimki resmi onu döndü. Oturdum, gözləyəcəm, bir 20 dəqiqə falan var hələ düşməyinə. Çıxış bura olduğu üçün yəqin ki, bura gələcək. İçəri zada girənmərəm, çünki biletim yoxdur. Tapdım çıxışı. Fidan təyyarəsi 20 dəqiqə tez çatıb. Qaça. Bax, buralar hep sana dediyim o tarlalar. İndi mən gəzdim hər yeri, bir istəyirəm ki, aktarım məsələn. O şey, Dudu Peri'nin şeyi var idi, keş onunla belə keçirmək olar. Amma inşallah çatdırdığımız qədərini göstərəcəm maksimum. Bunu göstərəcəm. Çünki şey, hər bir məsələn gəzəndə falan deyirəm, ayda var. Məsələn, evdəkilərdən gəlsə, ya Fidan gəlsə, ki zaten hepimiz buraya gəlmək istədik. Neyse deyirəm, Fidan gəlsə bura aparacam. Fidan. Özəlliyi axtarırdım. Arkadaşlar, deməli, bugünkü videomuzda 3 gün ərzində 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 3 gün
Hamara 2 dəqiqə. Çekim alalım. Gel de buram çek. Üstacı dolması Ay Allah. Endəki göbələkli və pendirli. Buranın məşhur kroketlərindən şey deyəcəm. Deməli, Gdanska təzə gəldiniz. Düşdünüz. Arxamızdakı Gdansk Głównydir, yəni train station, qatar stansiyası. Əgər qatarla gəldinizsə, bilmirəm, gəlmədinizsə 3 və yaxud 5 nömrə tramvaylar Gdansk Głównyyə və yaxud da ki Forum Gdansk adlanan yerə gəlir. Forum Gdansk buranın ən böyük moludur və Old Town-un tam qarşısıdır. Mən bura gələndə Gdansk haqqında dəhşət çox məlumat verməmişəm, ona görə istəyirəm ki, biraz detallı danışım. Hazır yanımda turistim var. 3 gün onu gəzdirəcəm. Sizi də bu videoyu çəkəcəm ki, siz də Gdanska təzə gəldiniz, nə etməlisiniz? Öyrənin. Turistimizin şapkası nə qəşəng. Sniqariçkamdır mənim o. Gəl, yaşıl yandı gedək. Deməli, bir dənə problemimiz var ki, bugün Christmas günü olduğu üçün küçələr görsən necə sakitçilikdir. Əslində bu Główny buranın ən səs-küylü yeridir. Burada bütün turistlər falan, hətta Madison deyirdim, mall. O buradadır məsələn. Burada o qədər turist olur ki, dəhşət olur da. Nəysə, bu sakitçiliyi lap yaxşı. Biz Gdanskı sakit bir öz gözümüzlə görək. Biraz qabağa gedəcəyik, Old Town-a girək. Old Town-dakı bilirsiniz də, gələn kimi birinci hansı ölkədəsiz, hansı şəhərdəsiz, birinci Old Town-a gedin. Çünki Old Town-u görmək lazımdır. Daha sonra özəl yerlərini göstərəcəm. Prosta biz bir Aslanovka tez düşdük. Mənim yanımda kimsə olanda mən yolları unuduram. Anyways, biraz gəzə-gəzə şey eləyərik. Bir qabaq, amma -7-dir bu dəqiqə hava və donuruq. Hər yerim bağlı amma donuram. Üzüm burnum donur bu dəqiqə. Gdanska gəlirsinizsə qışda soyuğa hazır olun. Düzdür, mən keçən il təzə gələndə mən çox qorxutmuşdular gözümü ki, çox soyuq olur, belə olur, elə olur. Və mən keçən il gələndə bayağı buran isti keçdi. Qışı zaten çox rahat keçdi də, yəni yüngül. Qar yağdı. Bu il yağmayıb amma keçən il qar yağdı, amma yəni rahat yaxşı idi. Christmas marketimizdən. Necə bağlıdır. Bağlı Christmas market görmədim də demərəm. Tam dünən bağladılar da. Dəhşətlər. Biz öyrəşmişik Azərbaycanda yanvara qədər açıq olsun. Vallahi. Bu da yerində şəkil çəkdirək, bizə qalsın. Gəl. Davay. Arxa planı seçirik. Gdansk. Christmas market yoxdur. Belə mən Nie. Bu da qəşəngdir. Yolka da var. Teraz proszę o uśmiech, robimy zdjęcie. Yuxarı. Pamiątki. Çəkdir. Üçünə ayrı-ayrı kəsirik ki, yaxşı ikincisini bunu seçək. Nədir? Ay qızı güldürürlər bizi. Arkadaşlar çıxdı, belədir. Sən deyim, açıq olanda da çox bir şey qaçırtmırsan. Çünki sadəcə yeməklər deyil. Nə bilim, şam, şum, hər şey satırlar deyə. Şəklimiz də belədir. Çox qəşəng anı qaldı bizə. İndi iş orası ki biz bunu 3-ə böləcəyik ya da ki 2-nin 1-ə. Ay 10 kop yarım artıq. Bunu yox. 2 dənə niyə vermədilər? Parisdə mən o boyda 5 avro pul verdim, amma 2 dənə verdim. Öz şəklimdən özümə 2 dənə. 2 dənə üçlü ha, 6 dənə yəni. Və bura Old Town-un girişi. Ağaçlar nə qədər gözəl görünür. Bayılıram da bu ağaçlara, belə restoranların qabağına qoyublar. Okay, I want to
order in Polish. Okej. Ja poproszę jedno creme brulee i jedno, tak, herbata, mandarynowka i jeszcze jedno będzie latte macchiato. To wszystko ma być na raz. Tak, Dobrze. Jasne. to wszystko? Co mam dalej? Or should I speak English? Nie. Yeah, okay. So, what else would you like? Biz xarşdan bizi verdik. Qış çayım. Və Fidaşqıda latte sifariş elədi. Qiymətlər biraz yuxarıdır normal qiymətlərə görə. İndi buyurun krem brüleni sındırın. İkinci gündən hər kəsə salamlar. Biz dünən hava çox tez qaraldı və dəhşət soyuq olduğu üçün, -7 dərəcə olduğu üçün bir təhər donaraq evə qayıtdıq, gəldik. Axşam qəşə özümüzə atışdırmalıqlar, cips falan şeylər hazırlayıb kino izlədik. Bugün gəzintimizə davam edirik və gün çıxıb, şükürlər olsun. Ona görə tez günlə görüləsi yerlərə aparacağam bugün. Birinci durağımız Olivia Park'a doğru gedirik. Mən zaten izləyənlər Olivia Park'ı necə sevdiyimi bilir, çünki kanalımda hər videonu gəlib burada çəkmişəm. Daha sonra da yenə Old Town hissəyə gedəcəyik, çünki ora bir qəşəng bir, necə deyim, gün işığıyla görüləsi yerdir. Old Town'a gəzdikdən sonra bugünü bilmirəm, yəqin ki elə şeylərik. Bugün 25 olduğu üçün bugün hər yer bağlıdır. Yəni əsas elə Merry Christmas deyil. Əsas Christmas'ın pik nöqtələrindən biri bugün səhərdir. Yəni bugün cəmaət yenə nə bilim oturub yemək yeyirlər, evlərində pirogi hazırlayırlar və s. və s. Amma biz maksimum dərəcədə açıq gördüyümüz yerlərdə oturacağıq. Bunu taxım mı? Bu arada Prensə baxırıq. Friends yox. Friends istəyirdik, Prensə baxdıq. Deməli, videonu ona görə açdım. Hamı məndən soruşur ki, Çexiya yaxşıdır yoxsa Polşa? Çexiya yaxşıdır yoxsa Polşa? Tim Çexiya, Tim Polşa. Yox, mən Polşanı üzr eləmirəm arkadaşlar. Mən tərəfini tutmuram. Okey, yaxşıdır, amma bundan da yaxşı ölkələr var. Adam gördükcə də bir şey olur. Polşada işləyənlərə idman tamamilə pulsuz imiş. Hətta pulsuz rəqs dərsləri var. Nə bilim. Başqa nə var? Pilates falan pulsuz olur yoxsa yox? O neçə nömrədir? Hayır. Bizdə ama Polşada Erasmus üçündənca. Ama Polşada multisport kartımız var. İşçilər, yəni yarısını şirkət yarısını ödəyir. Və yaxşıdır da, yəni filan Azərbaycanla qiyaslasa çox gözəldir, çünki burada ona görə hamı idmanı sevir. İşə gedənləri də xüsusilə idmana yönləndirirlər ki, yəni sağlam ol ki, mənim də şirkətim üçün sağlam bir şəkildə çalış. Bəzi şirkətlər şeydir. 50% müdür və tam. Push 30 çıxdı deyə. Push 30 layihəsi var idi. O yaxşı oldu. O da bizim multisport kart kimidir, elə buradakı kimi. Amma burada şey çox yaxşıdır da. Yəni mən burada hər səhər axşam bu havanın belə soyuq olmağına baxmayaraq qaçan adamlar var. Öz velosipedləri ilə velosiped sürənlər var. Bizlər biraz o cəhətdən böyümüşük. Hava soyuqdur, çölə çıxmaq olar. Nə idmanı? Nə qaçmaq, dəlisən? Mama, buradan qulaq as bax. Həmişə sən deyirdin mənə. Mən dedim ki, gedirəm mən bulvar tərəfdə qaçacağam, gəzəcəm, nə bilim də, hava alacağam. Mama mənə deyirdi, tək başına adam gibi qaçar. Kimdən çıxıb qaçır? Hatta qaçar adam tək başına. Problem deyil. Bu soyuqda bu qaçanları, şortukda qaçanları özə çəkib göstərəcəm sizə. Görərsiniz. Şey deyəm, yarpaqlar tökülüb, bir dənə parkı bu dəqiqə şeyləmir. Hər yer donub bu arada, suya baxın. Soyuğu indi anlaya bilirsinizmi? Ona o donmağa qıraqdan başlayıb.
Belə çıxırıq. Çıxdıqdan sonra görə bilərsiniz. Xüsusilə də bu tərəfdə və burada qəbristanlıq da var. Deməli, gəlirsinizsə bu parka yaz aylarında gəlin. Yazda möhtəşəm olur və yaxud da ki, maksimum payızda. Payızda da çox gözəl olur. Hər yer sapsarı, qırmızı, çox qəşəng olur. Qışda belə də, yəni yarpaqlar tökülüb, çox bir şey görünmür, amma çox qəşəng park idi. Anyways, su içmək istəyirəm. Özdə boş var imiş, desin ki, polyak sulu boş içək. Bir anda cafe style bir yerdə, cafe shopdur, yəni. Qalan hər yer bağlıdır. Bugün hamısı evdə yemək pişirib yeyirlər. Ona görə hər yer bağlıdır. Yəni həqiqətən də bayramlarına bu qədər sadiq olmaqları məni çox belə şeylir, amma çölə çıxmadığımız müddətcə. Bir də ki, qiymət fərqləri də var. Məsələn, bu Olivia Park tərəfində tapdığım o yerin menüsünə baxdım. Çay 10 zlotdur, yemək 15-18 zlot arası falan dəyişir, ya da ki 20-30 zlot. Amma dünən Old Town'da biz kofeni 20 zlota içdik və yaxud da ki dezert 25 zlot idi, hansı ki burada 15 zlotdur. Yəni fərqləri həqiqətən də görürsünüz ki var. Old Town turistik yer olduğu üçün, yəni qiymətlər hardasa 2 qat bahalıdır. O nədir? Onun həyatına girək. Ay, 1-2 uğursuz denemeden sonra açıq bir yer gördük. Donuruq. Bura botanik yerdir. Güllər. Belə. Donduq. Saçım yapışım. Donuruq. Ama kim batır burada? Çok qəşəngdir. Baxın. Ne oldu? O tərəfdə gözəldir ya. Ha, gel birinci bu tərəfdə çəkək elə. Ay, belə necə gözəldir. Allah, necə gözəldir. Möhtəşəm Qdansk. Gün batımına baxın. Və biz çox qəşəng şəkillər çıxartdıq. Burada bağlayıb. Və buna baxın. Mənzərənin tadını çıxardı. Fidan deyir ki, mənzərəyə biraz da öz gözümüzlə baxaq, sonra gəlib supumuzu içək. Üşümürdük, donmurduq. Hava 20 dərəcədir. Psixologiyanı aldatsaz, hər şey okeydir. Neyse, mənzərəmiz. Deməli gəldik bir yerə oturmağa. Donuruq və yemək olaraq özümüzə sup sifariş elədik. Çünki bu soyuq havanın içimizi isidəcək bir sup olacağını düşünürük. Və dumplingslər, amma bu dəfə dumplingslər göbələk, zucchini falan belə qarışıq bir şeylərdir. Heç biz isinəklə yeməyimizi yeyək. Görüm mamamın supu qədər ola bilməz. Bu arada birbirimize o kadar yakın durmuşuq ki donuruq diye birbirimize yapışıq. Qırma yapışmağa çalışırıq əslində. Yəni evdə elədiyim supdur. Bu dəfə evə gedib şey eləyə bilməyəcəyim üçün burada. İsinməyə çalışırıq. Ne güzeldi. Fransa'da her şeyi yiyebilirim. İkinci yemeğimiz dumplings ama yaşıl niye renklədim? Çünkü zucchini'li. Çok qəşəng. İçində göbələk və ne vardı? Mərci var. Çok baxanda qəribə xoş. Midyenin içine oxşur. Özümü şeydə silirəm. Ya Laplandiyada zətdə 3 qat geyinirlər. Bir də
Altdan vadalaskam və üstdən. Gün çıxdı. Today we decided to speak in English and almost I'm from Chicago and you? I'm from Sydney. Yeah, she doesn't have any accent, you know. Bizim SKM'e giden yollara bakın. Qarğalardakı yolumuzda ürpərdim də var. Böyle buradan yol var ki, Fidan. Edinburgh'da belə hava hüküm sürür. Ay Fidan, bura ne başka yerdə, ay qarız. Bir tutmasa. Bismillah. Ayətül kürsü olur. Baxın, pis tərəfləri də var. Hər ölkənin yaxşı tərəfi yoxdur. Axşam çıxmayın belə yollara. Buradan biletimizi alaq gəl Fidan. Şafaq buradan alırıq biletləri. Yes, hər şey yes basın arkadaşlar. Hər şeyin kopyasını istəyin. Əlcək var əlimdə basanlar. Bu da bilet. No? Hə? Niyə yad gəldi? Print. Bu yazılana minmək lazımdır. Biletimiz de var çünkü burada yoklama olur. Next station. Yani rengi tam düşmür. Ama çok güzel rengi var. Turist görünene kadar. Ben bürülendim yine çünkü hava istidi dedik bəsdir bu kadar. Neyse Sopot'a geldik. Sopot'da böyle Tarov küçəsi var. Aa, kilsə var. Hə, gəlin girək ya, kilsəyə girək. Görək açıq qoyurlar mı bizi? Mən niyə öz dilimdə dua eləyəm? Girək içəri. Girmək olmaz bağlı. Arkadaşlar Prag'da dans edən evlər, Sopot'da da belə əyri evimiz var. Binası belə əyridir və bunun əvvəl içi bağlıydı. Muzey kimi olmuşdu, sonra bağladılar. Sənəm içində təmir gedilmiş və futbol eləyiblər. Yəni içində çoxlu restoranlar var və yemək yeyə bilirsiniz içinə girib. Biz gəzdikdən, dəniz tərəfə getdikdən sonra gəlib burada sushi yemək istəyirik inşallah. Görək, yəni belə biraz gəzəcəyik. Hə. Oraya gedək. Gedək baxaq. Tamam, yolda. Christmas marketlərini bağlamayıblar, nə? Ha ha ha. Siz balacadır ama. Pendir kimi? Mən yenə saçaqlı pendirdim, görsən açıq. Sopotka. Çox yerdə şey var. Waffle. Waffle. Hər yerdə gofri var, yəni o waffle'lardan. Buz yeri var, tapdıq. Ama o kadar adam var. Bizim gözleyenlerdi. Bileti burada. Abi gör ne kadar adam var sırada. Mesela oradaki yaxtaların bir mənimdir. Bak buradaki. Bak bu.
Bakın kimçi burada var açıqda. O Koreya yeridir. Ay deməli bir dənə sushi setimizi zakaz elədik. Axırda son. Özü qiymətləri də çox yaxşı idi. Çox şok oldum. Nəysə bura çox əlaymış. Mən bura tez gələcəm. Bir də tam qabağımızda ən sevdiyim Koreya restoranı da var imiş. Onu da tez bir dənə ramyon, tteokbokki set zakaz elədik. Acılıdır, amma nəysə gözləyək görək. Arkadaşı şu an demiş İngilizce danışır. Arkadaşlar, möhtəşəm. Biz burada sushi bahalıdır diye çok geç yiyirik. O şey var, fakirliğini demeden göster. Ve tteokbokki ap acıdır. Əsl Koreya. Biz necədir? Tteokbokki gedir adı, bokki. Safetka? Bunu götürəmirəm fidan. Balıq keksi deyirlər buna, balıq. Düyüdən və balıqdan hazır. Sən demiş. Bu niyə bu qədər yoxunlaşdırır? Ona göre tutalar. Yedik, içdik, artıq hər kəsə qarşı sevgi doluyuq. Çünkü saçıyoruz. Uşaqları belə sevirik. Onları sevirəm, sevir vəziyyət. Yok, biz normalde uşaqları sevirik arkadaşlar. Hepsi başa düşülməsin ama biraz səbir işidir. Bir-iki ağlayan uşaq görəndə mudum dəyişir uşaqlara qarşı. Sopotun artıq işıqlı versiyasını görürsünüz. Hazırda saat neçədir? 5'e 20 dəqiqə işləyib. 5'e 20 dəqiqə geçtik ama hava elədir ki, akşam saat 7-12'dir. Şükür ki bir bayram mudundan biraz yəni şey ediblər. Hər yeri bağlamaq mudundan çıxıblar. Gedirik. Yenə Old Town'a. Bu kadar. İstəyirəm videonu artıq sonlandırım. Sopotdakı da bildiniz gördüğünüz videodan. Qar sürüşməyə də yer, qar sürüşmək nədir? Buzda sürüşməyə də yer var. Biraz düzdür, yeməli, içməli. Biraz çox video oldu ama eyb yoxdur. İnşallah daha sizə maraqlı olan tipləri də yazarsınız kommentlərə. Artıq telefonumla rahat çəkiliş eləyə bilirəm. Şükürlər olsun. Ona görə tez-tez video çəkmək istəyirəm. 2026 hər birinizə uğur, sevgi, bizə də pul, başarı, karyera, səyahət gətirsin. Yəni ürəyinizdə nə arzularınız varsa, inşallah onu reallaşdırasınız. Çoxunuz mənim bu kanalda izləyənlər xaricə oxumağa gəlmək istəyir. İnşallah 2026 hamınız gələsiniz bura. Hətta burada bəlkə də bir görüş keçirdərik. Belə. Bilmirəm indi nə vaxt yeni videonu nə vaxt atacağım amma yəqin ki 2026-da görüşərik. Yeni ildə görüşərik. Mən ki tərpənmirəm, mən ki desəm bəbələr üçündür.